Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Mən İnqilab Şirinli 15 avqust 2026-cı il tarixdə Kəlbəcər rayonunun qədim yaşayış məskənlərindən biri Ulu Türk yurdu Abdullah Uşaq kəndindəyəm. Şahsevən elinin doğma yurdunda. Gördüyünüz bu viran qalmış, dağıdılmış evlər 1993-cü ilin aprel ayının 2-də ermənilərin işğalına məruz qalıbdı. Və 30 il müddətində ermənilər bu əraziləri işğal eləməklə yanaşı bütün evlərə, eyni zamanda hətta ağaçlara qarşı, təbiətə qarşı belə vandallıq eləyiblər. Azərbaycan ordusunun möhtəşəm tarixi qələbəsindən sonra bu torpaqlar, bu ərazilər düşmən tapdağından azad olundu. Gördüyünüz kimi bir dənə salamat ev yoxdur. Hamısı məhz ermənilər tərəfindən dağıdılıb. Eyni zamanda əldə elədiyimiz bəzi məlumatlara görə bu evləri ermənilər dağıdan zaman bunu İran rejiminin Fars millətindən olan şəxslərə satıblar. Bəli, gördüyünüz kimi bu kəndin, necə deyərlər, altını üstünə çeviriblər. Bu torpaqlar çox zəngin bitki örtüyünə, zəngin meşə örtüyünə malik olan torpaqlardır və Azərbaycanın deyərdim ki, ən münbit torpaqlarıdır. Geniş biçənək sahələri, otlaq sahələri, eyni zamanda 1000-dən yuxarı növdə tibbi baxımdan, sağlamlıq baxımından insanlara xeyirli olan bitkilərlə bu ərazi məşhurdur və bu ərazidə həm də bizim uşaqlıq dönəmimizdə çox dadlı, ləzzətli meyvələr olubdur. Hətta ermənilər bir çox həyətlərdəki ağaçları kəsiblər, meyvə ağaçlarını da kəsiblər, evləri yandırıblar, tövlələri yandırıblar və 30 il müddətində sanki təbiət də insanlardan üz döndərib, insanlardan küsübdür və həyətlərdən aydın şəkildə görünür ki, ağaçların böyük əksəriyyəti həmin bu vəhşiliyə tab gətirməyiblər. Onlar da, necə deyərlər, küsüblər, onlar da vaxtsız qocalıblar, necə deyərlər, öz təravətini itiriblər. Amma buna rəğmən bir çox ağaçlar ayaqda qalmağı bacarıbdır. Və bugün bu ərazilərə İnsanların qayıdışı gözlənilir. Abdullah Uşağı kəndinin sakinləri bu torpaqlara qayıtmaqda israrlıdır, bu torpaqlara qayıtmaqda tam şəkildə qəti qərar qəbul ediblər. Gördüyünüz kimi, orada artıq hərə öz ata-baba evində bir çadır qurubdur və bu qayıdışın ilk siqnallarını verirlər. Bəli, bugün bu kəndə qayıdış mütləq təmin olunmalıdır. Kənd sakinlərinin arzusu, istəyi məhz bundan ibarətdir. Bugün Azərbaycan dövlətinin həyata keçirdiyi çox önəmli, çox vacib strateji layihələr var. Və bu layihələrin, bu proqramların təbii ki, başında dayanan işğaldan azad olunmuş torpaqlara qayıdışın təmin olunmasıdır. Bu qayıdışın təşviq olunması nöqteyi nəzərindən insanlarımız həm də mənəvi, psixoloji baxımdan hazır olmalıdırlar. Təkcə qayıdış iqtisadi göstəricilərlə, infrastrukturla ölçülmür. Məsələnin həm də mənəvi tərəfi var. Bu mənəvi tərəfin arxasında dayanan ən vacib amil isə Azərbaycan dövlətinin hazırda həyata keçirdiyi ideoloji, siyasi xəttdir. Bugün bu qayıdış həm də dövlətimizin ideoloji xəttinə, dövlətimizin ideoloji siyasətinə çox önəmli bir dəstəkdir. Bəli, biz tariximizə, biz keçmişimizə, biz dəyərlərimizə, biz mədəniyyətimizə sahib çıxmalıyıq. Və bunu çıxmağı da bacarırıq. Xalq olaraq, toplum olaraq və təbii ki, dövlət olaraq. Buradan bir səslənişim var, bir çağırışım var. Dəyərli Şahsevən elinin təmsilçiləri, dəyərli Abdullah Uşağı kəndinin sakinləri, gəlin hərəmiz öz ata yurdumuzda, öz baba yurdumuzda evimizi quraq
bu ocaqları yandıraq və təbii ki, bununla həm də dövlətimizə maddi baxımdan, iqtisadi baxımdan həm də dəstək olmuş olacağıq. Təbii ki, dövlətimizin imkanları var. Dövlətimiz bu ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsini təmin eləyəcəkdir. Bizim isə üzərimizə düşən əsas missiya, ən kutsal vəzifə, ən kutsal missiya bu torpaqlara dönüşü təmin eləməkdir. Biz formalaşmaqda olan nəslə, formalaşmaqda olan gənc nəslə və eyni zamanda işğaldan sonra Azərbaycanın müxtəlif bölgələrində doğulmuş, amma Kəlbəcər rayonunun sakini olan, Kəlbəcər rayonunun Abdullah Uşağı kəndinin sakini olan gəncləri, yeniyetmələri bu ərazilərə gətirməkdir. Tanıtmaq, tarixini, keçmişini onlara izah eləmək və onlara başa salmaq ki, onlar bu torpağın övladlarıdır. Onlar bu torpaqlara sahib çıxmalıdırlar. Azərbaycanın müstəqilliyi əbədi olduğu kimi öz torpaqlarına sahiblənməsi də məhz əbədiyyətə qədər olmalıdır.